58-ci ildə, 59-cu illərdə Zariya Vostok qəzetinin çap olur. Zariya Vostok qəzetinin Azərbaycan Türkistani variantı Şəhər Şəkərli variantı çap olur. Azərbaycanın variantının redaktoru qəzetin redaktoru var. Daha sonra Azərbaycan şöhrətini bildirir. Murtuz Muradov. Və Sovet Türkistan qəzetində yaradanda həmin Murtuz Muradovun ilk baş redaktoru olur. Sovet Türkistan qəzetində. Doğru, Zariya Vostok qəzetində tərcümə edərləri yayınlanır. Eyni zamanda bayramlar, hansı yubiley tədbirlərindən Azərbaycan Gürcistanda yaşayan və Azərbaycanda yaşayan Azərbaycan şairləri, Azərbaycan yazılan məktəblərdən və insanlara verilirdi. Amma bu sözsüz ki, Gürcistanda yaşayan Azərbaycanları müayinə edilməz və etmirdi. Elə buna görə də 60-cı ildə Gürcistan qəzeti başlayır və Tiflisdə eyni zamanda Azərbaycan şöhrəti başlayır. İşin ürəklərə başlayır. Və ondan sonra Tiflis ədəbi mülkü yenidən təşkilatlara doğru gelir və Gürcistan qəzeti müxtəlif illərdə, müxtəlif redaktorların sayəsini görür. Murtuz Muradov, sonra Quluğuliyev gəlir, sonra Süleyman Bərdin, sonra Peyğəmbər Səfərli, sonra yenidən Süleyman Süleymanov və bu günə yaxşı ki, Sovet Gürcistan qəzeti indi Gürcistan adı ilə böyük ədəbiyyat bağımlılığına yenidən düşürülüyor. Dərs fəaliyyətləri davam edir. Belə biz 60 illərdən sonra başlayan ədəbi müstəqilliyi inkişaf etməli 1977-ci ildə kitab nəşriyyətlə davam edir. 1977-ci ildə Gürcistanda verilən 37-ci ildən sonra ilk dəfə Azərbaycan müstəqillik illərində danışıq buraxmışdır. Və bu verilər müstəqilliyin yəni ümumiyyətlə Gürcistanda kitab nəşrinin bərbadında və inkişafında qeyd eləməliyəm ki, doğrudur mənim bu baxımda deyilən ilk kitab nəşrinin kitabında onun sürmətləri olur. 77-ci ildən sonra 78-ci ildə verilən Gürcistanlıqda dostun əmrlərində Azərbaycan şöhrəti və Sovet Cəmalı'nın şiir olarak dışarılarında olur. 77-ci ildə 78-ci ildə zaten olur. Ben ahmet 82-ci ildə seçmə ədəbiyyatının oradan məqbatlı seçmə almaq istəyir. Və bu seçmə almaq istəyir. Orada ədəbiyyatı olarak bu seçmə, sözlər seçməyə qaynaq olabilir. Və yaratlı xarmiliyir, təbil olur və yeni yaratlı yaratır. Və bütün bu yazıb yaradanlar, ümumiyyətlə İngilizcəsində yazıb yaradanlar məhəmməd deyilən orada məhəmməd deyilənlərdən verilirləri, Afrikalardan verilirləri, Ərbaq Binəbovuz, Cəvələt Quta və bir başqaları. Söz təbii vaxtıdan həmşərləri yaratmaqla yedirdik və nə yaxşı ki, həmin seçmədən sonra bizim ildə kitab nəşrimiz davam edir. Doğrudur, son vaxtlarda kitab tapı çox anlaşılır, amma bunu yaxşı nümayələri çox güzəldir ki, Sovet hökumətinin vaxtında kitab səfərə elə qalsaq deyil. Və 80-ci ildən sonra bizdə şişəbata olmağa başlayır. 7 il sonra 87-88-90 illərdə seçmənin davamı kimi tanışılır. Çap olunur. Sonra burada Adil Şiir, Avrusaviç, Valiyatiyeviç, Şürəfi Məhmədinin kitabları qəşr olunur. Və bu kitablar demək olar ki, yenidən Orta ədəbi mühitinin, Tiflis ədəbi mühitinin inkişafına böyük inkişaf edir. Eyni zamanda bayaq belirlediğim gibi necə inkişafda ikinci dövründə, birinci dövrün əvvəllərində Tiflisdəki Aleksandr məktəbinin böyük rolu var isə, Volkemərin böyük rolu var isə, ümumiyyətlə Ardonlarında Tiflisdəki Tiflis pedagojik məktəbi. Bu əvvəllərində Kuşkanlar üçün Latufqanlı bölgəyə olur və bu universitetin eyni anda Gürcistan məktəblərində pedagojik kadrlarını təmin etmirdi. Burada eyni zamanda bayaq mənə bildirdik, Gürcistan'da yaşayan yaradan gayri yaratlarını demək olar ki, şərəfiyle həmin universitetin həmin institutu getirmələri. Həmin institutunda fəaliyyətində sözsüz ki, orada fəaliyyət götürən Azərbaycan Dövlət Federasiyasının xidmətləri qeyd etməyə lazımdır, bunu danmaq olmaz. Bu
müxtəlif illərdə kafedra üzvləri işləmiş Alim Şiir, Mədəd Sultanov, Vali Hasiyev, eyni zamanda həm kafedra əməkdaşları olmuş və bu filoloji illərdə doktor, profesor olan istedadlı alimlərimiz Şürəfin Məhmədi, Selman Quliyev, filoloji illərin nazirləri, Tasirlər Həmiş Əliyev, Mahmud Haris Fərzal, Zahir Qocayev, Baş Məllət Kabinət oğlu Başlar, Fəaliyyətdir. Mən onların gəlişələri tərəfində bir neçə kitablar, istədir təşkil, elm metodikasları, istədir çap olunur. Və çox sizə qiymətləndirməli ədəbi yəni sizdə məşğul olan bu kitabların, filmlərin şikayətini nə yaxşı ki, bölgələrdir. Və bizim hər dövrdən bölgələrdə, rayonlarda verəcək. Çox vaxtda biz hamımız bilirdik ki, Marjolda, Sərmanda, baş şehir Sədəmanində, Borçdə və Qadağan Sədəmanində çap olunur. Amma həmin dövrdən 70 il əvvəl, 12 il əvvəl, 80 il əvvəl Azərbaycan Gürcistanın başqa bölgələrində də Azərbaycan təşkil. Bunları xüsusilə deyilmək lazım ki, hələ 1921-ci ildə Bakü'nün iştirak adında qəzetə olurdu. Azərbaycan yeni hədəf qəzetə olurdu, 1-2-4 Şarvanda Pamuk bölgələri 30-cu illərdə, sonra qəzetə dəyişir olub, Stalin yolu, Kabin uğrunda olub, 65-də qəzetə dəyişir, Yeni Margoya, Ahmet Margoya'nın son dövrlər bir olarlar, Azərbaycan Gürcistan'da. Baş şehirdə, qəzetə tam olmalı, başlayıb sosyalist olmalı, 1933-cü ildə. Qəzetə olmalı, değerli abiləri, Azərbaycan Gürcistan'da sürüdür, həm qəzetələri, Azərbaycan çok qəzetələr oldu ki, İzmir'ə Türkçe burada, iki polisler, 35 sene Allah'a qəzetələr, 35-dən sonra qəzetələr dəyişikləri olaraq oldu. Müəyyən vaxtlar qəzetə eyni zamanda Allah'a qəzetə olmalı, sonra yenə də tırnağa, 1931'de karar yaptı. İki kahramanla çay yaptı. Hem de sonralar tanrılar yaptı. Akgün'de, bugün Akgün'de, Mahfiza'da, Akap'ta, genel olarak Azerbaycan'da Türkler yoktur. Ama orada Azerbaycan bizler. Yani o Azerbaycan Marifet ve faaliyet gösterilmektedir ve hatta Akgün'de kızıl renkler 30 yıl Akgün kalmış. Akap'ta 30 yıl kalmış. Sonra bir çok kızıl bayrak, 38 yıl. Akgün'de de bağırmak 30 yıl. Sonra değişik ülkeler oluşturulur. Dert bölgeleri, sapında, çeşitler, faaliyet olan kalemler, onlardan bir yere çağırlarını, sürekli son dönemlerde, toplantı tersi zamanlarda ve mevzuatlı uçakta sürü olanlar gelirmek isteyen. Bunun üzerinde gerçekten fotoğrafçılık altında olmak için Trelizlerinde ilişkilere sorulur. Erişkiyanlıları. Malum kendisi biyografiyasında Erkan Uçaklı olan Çağlı geldiğinde izahlarında savaşlarında tek basınlar olmaz. Ancak yaptırır olmuşlar dediğlerimiz gibi öğreticilerden yani şimdi dünya var serttir ortaya sapmıştı. Hem gazetler, tiyatro, mektebeler, bir olmaz. Azerbaycan'da bir sistemler, başlıkta bir markalı süsyen, teknolojik var, kendileri var. Sonra bağlanmış ve Gürcistan'ın yeniler, merkezler farklı yazılar, aileler, başka şeyler hem ailelerden bir suyla gelirmek. Sonra revolusyonda verildi, Mahkada yaşanmış, Gazetçiler Ahmet el-Şerif'i Fatma'da geldi. Rıza Şah'la Arif Babayı, Ehem Hüseyin, Aliye Karabağlı, Seyfullah Aliye, El-Tarih başlarında başka yaşıyor. Daha sonra onların kararları, Borçlar Terenk çeşmesinden su gitmiş. Akademik Şabatanlar, Ayakbiyelerimiz, Abdullah Şahimoğlu, bizim Azerbaycan dilinde ilk mehmetlerimizin bile de bağınisi, ilk pedagogumuz, Abdullah Şahimoğlu,
Akademik Kemal Qazadə, Profesor Zaman Mustafayev, Məhəd Xəlilov, Zahid Qarabov, Şamil Qurban, Abbas Aliyev, Əbbas Sarablı, Sabir Əliyev, Bəli Osmanlı, Dilar Əliyeva, tanınmış nazir, Tarih Hüseynov, sevilmiş şairlərinin səhvəli gecələri kimi, Qadağların Ağsarayların Qayşarlı, İsa İsmailzadə, Ahmet Qaldır Abbas Abdullah, Vilayət Müslümanzadə, Yıllar Aliyev, Zəhmətkeş jurnalistlərdən, bizim təcrübəli Ağsakal jurnalistləri əyləşimizdə gəlməli gözlərdir. İsmail Qazadə, Elman Zəfəri, Şərif Şərifli, daha sonralar Mehman Bəliyev, Şahbaz Şənoğlu, Bilal Aslan, Bəzkan Partisi, Şərif Şərifli, Ağsakal Partisi yaşayan yarasına məsul olurlar. Onlar həyat bəyazlığa haqqında gəlmiş şəkildə mühəmmədliklərimizdə səfət atılır. Eyni zamanda Orta Ərəbimizin tənqilləşməsində, Boşqalı məhbatının nəşrində fəaliyyəti olan, əməyi olan bir neçə adamlarında Allah'a qeyd edilməklər burada. Yəni, Türkistan qəzetinin əvvəl başqa dallıqda olunan vaxtlarında da Türkistan qəzetinin rəfələrinin adlarından daha yapırlar. Yəni, Kamil Şəhid Məhəmmədənin adı bizə davul rəfələri kimi rəfələrləri İşlandırır da yeni kişidir. Yeni kəndi ətrafında Nəriman Tərəfi, Əziz Şərif və Bayit Şeyhanzadə, Ələkəm Deybi, Sərki İslam, Zərkiyeyin Dəbi, Salih Təşkə başqaları yazı yaratmışlar. Nəhayət qeyd edəcək ki, nə yaxşı ki, Orta Ərəbimizi, Biz Ərəbimizi bu gün var, bu gün davam edir və hələ 1992-ci ildə Gürcistan qəzetinin 100.000 yox, 1500 yox, 10.000-ci sayı çıxıyor. Bu kiçik rəqəm deyil. Hələ 92-ci ildə. Deməli, 92-ci ilə qədər 10.000 sayı görürsə, deməli, 10.000 dəfə, 10.000 hər bir Gürcistan vətəndaşının alətinin evinə gedir. Və Azərbaycanlı orada oxuyur. Və həftər olub ki, 92 ildən sonra Gürcistanda mətbuatımız yenidən oxucularımıza qapandıqdan sonra Gürcistanda yaşayan, kəndlərdə yaşayan Azərbaycanlılar mətbuatını demək olar ki, bir arzu istəyirlər. Və bunun nəticəsində ki, Gürcistanda yenidən mətbuatlar yapmağa başladılar. Və bunu həqiqi mənasında ancaq anlaşılmaq lazımdır. Gürcistan Bələdiyyə qalandıqdan sonra bir ildə sonra 95-96 illərlə yanıma gəlir, kənddə həm yerində ən qiymətli əliyyə sayılır kişilərin hikmət əliyyə oluyor. Az olaraq yaxşı nümayəndələri demək olar ki, İslam oxuyan adamlar hər üzrə olurdu. Yəni, məhsulat sözü hər bir mənasında diyaloglar İsmail Bey'in uçaq baxımdan böyük olur. Elə onun ki, bugündən bugün Gürcistan'da salam yolundan verirlər, qeyd edilmək istəyirəm. 90-cı illərdən sonra Əziz İsmail'in rəhbərliyi olan əsərlərin nazirlikləri olan əsərlərin olmağa başladı. Sonralarında sizdə Mədəni Məktəbinin Müstəqil rəhbərliyi ilə Barlıq Qəzetinin nəşr olunur. Gürcistan nəşr olunur, Gürcistan Azərbaycanları qəbul nəşr olunur, bir qəzet nəşr olunur. Və nə yaxşı ki, bu ənənə, əvvəllər bölgələrdə olan mətbuatımızı, tarihi ənənə bugün Gürcistanın bölgələrində davam edir. O xüsusilə Marmoniya, xüsusilə qeyd etmək istəyirəm, Marmoniya fəaliyyət göstərən Gürcistan Azərbaycanlarının mədəniyyət mərkəzinin ziyarətini qiymətləndiririk. Orada Marmoniya region meydanları edilmək olunur, meydan və qərəfaqlar qurulmaq olunur. Meydan jurnalı, rəngli jurnalı, qərəfaq jurnalı isə yerli jurnalı və nə yaxşı ki, bizim Azərbaycan Respublikasının yanında ailəsində qanunları həmin jurnalı, yerli jurnallar ilə tərəfiyyatına qalır və onun özünə həmin jurnalı məqsədini artırır. Və bu baxımdan həmin jurnalı vərəfəsində bir oxucular sağlamı yazıları şahid olur və ancaq yanında uğurlara gelir. Və müasir dövrümüzdən qarşıda mən qeyd edeyim ki, aşıqlarında şahidlər yazı ədəbiyyatçılarının sağlamı xüsusilə qeyd edilmək mümkün lazımdır. Ötən illərdən bəri Şahbar Şükrü'nün oynanan söz dünyanın yəni ortalığın hər gücünə aşıq şəhətinin sağlamını sözünür. Dələ qorunma gücləri lazımdır.
Kahraman sözlü özel herkese ağabeyde olmanı, aşırı bu nəməli. İnana bağlı vermeyen şair əbrin, Hüseyin Alqarqanın, şair ağalarının, aşırı Dürani'nin, aşırı Nurlu Səhərlərinin, Həsən Məzdurun, Mühəkkərin, aşırı Sırqarşıqının, aşırı Yeğurun, aşırılığın kanı artı sazının, köprülər və rəyənliklər dolaşan, bu şüyü qamına təfsil edilmiş, Ozan dünyamızın adından qoşa qadın, Şahı, Şərən Rahmanı, Hüseyin Dağı'nın səsiyle öğrenmiş, Qarqal namlı mərhum aşıq şamanları sazıyla güçler güvəli həmdir. Son illərdə isə onun dünyası da vardı, aşıq Ərman Qarayazlı, aşıq Ərman Dağı'nın, aşıq Mərhəm Dağı'nın, aşıq Göylərin, aşıq Aslan Dağı'nın, aşıq Sərin, aşıq Mərhəm Dağı'nın, aşıq Hüseyin, aşıq Mustafa'nın, aşıq Mərhəmin, aşıq Qıranın, aşıq Vəkilin, aşıq Ziyadinin, aşıq Səmənlərin, aşıq Gülavın, aşıq Delinin, aşıq Ziyadinin, Ərşanın, aşıq Vəkilin, Rami'nin, aşıq Aydın Güzarın, Aşıq Vəkilin, aşıq Əşərsin və başqalarının, onlar da başqalarının, sən şəhərin kimyansı, onun Gülavın kimlərdir. Bərabər halk kimi onlar nəşqə Allah məmədləri, eləcə də söz qoşuya şairlər kimi tanımaqlar. Və onların şeirləri nəinki Gürcistan mətbuatı, eləcə Azərbaycan mətbuatında nəşr olan düşürülür. Bu yerdə elimizin haberində yanına yazılmış aşağıda şeylər yazılmış. İlk dəfə kulaqlara dərd işləndindən anasız ailəsindən tamsız hazır düşməsi yarışır. Mən deyil var aşıq şəhliyin, aşıq şahları, şair əmri, şair anasının, əmrasının, şehir sarabının, aşıq şamaların sağlık sözüyle dünyaylar. Bəli, qulluq borcalının əvvəl gündən güzel oyalı olduğu kimi, əmrasının öz dünyası kimi məşğulatlıdır. Bu yerdə şəhər akları qamıda yərdəsiz o sayda, gəlsin boğulsun əllərindən ayarmış. Dört şəxsizin sağ qalarına, sazı səni sözün ərmanasada, nəhər səsini ərmanasada. Yar ələyət məncələrimizin kəşlədiyi sənəklər özəlləri dönüşməkdə və bu ənə bu gündə davam edir. Bəli, qeyd etdiyimiz kimi bayaq da son cümlələr oldu, mən onu təşkil etmək istəyirəm. Bəli, Azərbaycan qabul edəcəm saat əmrək olduğu kimi ortalı ilə saat istifadəsidir. Bəli, ortalı dedikdə qasırız ya da düşür, qasırız dedikdə isə ortalı ya da düşür. Nə qədər portalı var, qasırız var, nə qədər söz var, portalı var. Çox sağ olun, hamdülillah.